Analar. Mən atalarla bağlı heç nə demək istəmirəm, amma analar. O uşağı, körpəni bətnində gəzdirirsən 9 ay, nə bilim, neçə vaxt ona süd verirsən, ana südü. Yatanda ona yatırsan, duranda ona durursan, o xəstələnəndə sən xəstələnirsən, o zarıyanda, o səs çıxaranda, bunların hamısını sən körpənlə yaşayırsan. Amma bəzi analar belə deyil. Dünyaya körpə gətirib, biz də işləri küçüyə qoyub, nə bilim, zibil qutularının yanına qoyublar, haralara. Bilmirəm, bu analar niyə belədir? Məsələn, bir ana TikTokda tanış olduğu kişiyə görə 3 evladından imtina edib. Azərbaycanda baş verib. Bəzən mən Türkiyədə bu sosial proqramlara baxanda orada çox rast gəlirəm. Düşünürəm, bizdə az olar, amma düz deyib, bizdə də ifrat dərəcəsinə çatıb. Amma son vaxtlar bizdə də bəzi qadınlar uşaqlarını TikTokda tanış olduğu kişiyə görə atır. Hansı kişilə tanış olmusunuz, əzizlərim? Hansı kişilə? Mən bilsəm ki, doğrudan da normal bir kişilə tanış olmusunuz, evladlarınıza qayğı göstərəcək, atalıq edəcək, qarın dolu çörək verəcək, sənin bütün problemlərini həll edəcək. Deyərik ki, tənhasan da, həyat yoldaşın səndən ayrılıb, bir ailə kimi ailə qurursan ona. Amma hansısa işi olmayan, gücü olmayan, əyyaşın birinin ailə qurmaq nə qədər düzdür. Bəli, ötən gün, yəni bu günlərdə övladına imtina edən ana TikTok sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq ruhi problemi olan atalarının yanına qoyubmuş. Atanın problemi var, ruhu xəstədir. Bəli, Qaynar Info xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin rəhbəri Mehriban Zeynalova deyib. Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib. Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir. Çünki o sığınacaqda qala bilməz. Ay Allah, uşaqların birinin 12, birinin digərinin 11, digərinin 3-cü uşağın isə 3 yaşı var. Bu haqda məlumatı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban xanım deyib, Zeynalova, və uşaqlar hal-hazırda sığınacağa yerləşdirilir və təbii ki, uşaq evinə veriləcək. Əzizlərim, hörmətli analar, normal adamlar girib oturur, ağzına gələn danışır TikTokda, heç sizə rəml atırlar. Siz inanırsınız onlara, övladlarınıza sahib çıxın.